Tarixdə çox sayda müharibə qazanmış bir çox hökmdar mövcuddur. Bunların arasından ömrü döyüş meydanlarında keçən başlıca 7 tarix hökmdar isə bunlardır. Bu siyahı hökmdarların aktiv hərbi fəaliyyətlərinin ömürlərinə və hökmdarlıq müddətlərinə nisbətinə görə hazırlanmışdır. Birinci sırada Aslan Ürəkçi Richard. İngiltərə kralı olan hökmdarın taxta qalma müddəti 10 ildir. Ancaq bunun sadəcə 6 ayını İngiltərədə keçirmişdir. 10 illik hökmdarlığının 8-9 ilini Fransadakı müharibələrdə və müqəddəs torpaqlardakı sağıb yürüşlərində keçirmişdir. Döyüşçü kral simvoluna çevrilmiş hökmdar sadəcə 42 yaşında həyata gözlərini yummuşdur. İkinci sırada Böyük İskəndər. Hökmdarlıq müddəti 13 il, həyat müddəti isə 33 ildir. 13 illik hökmdarlıq müddətini və hamısını 12-13 ilini döyüşlərdə keçirmişdir. Gənc yaşda vəfat etməsinə baxmayaraq, Asiyanın böyük bir qismini fəth edərək dövrünün süper gücü olan Əhəməni hökmdarlığına son vermişdir. Üçüncü sırada Atilla. Hökmdarlıq müddəti 19 il olmuşdur. Təxmini yaşam müddəti isə 47 ildir. Hökmdarlıq müddəti demək olar ki, bütünlük və hərbi fəaliyyətlərdə və Avropadakı müharibələrdə və yağmalarda keçmişdir. Dördüncü sırada Napolyon Bonaparte. 15 il hökmdarlıq etmiş imperator, hökmdarlıq müddətinin 10-12 ilini müharibələrdə keçirmiş, Avropada çox sayda müharibələr qazanmışdır. Fransa imperatoru olan hökmdar 51 yaşında həyata gözlərini yummuşdur. 5-ci sırada Fatih Sultan Mehmet. 30 illik hökmdarlıq müddətinin təxminən 15-20 ili döyüşlərdə və səfərlərdə keçmişdir. Bəzi qaynaqlara görə ordunun başında 17 döyüşə girən tarixdəki nadir hərbi komandanlardan biridir. Hökmdarlığının əhəmiyyətli bir hissəsi İstanbulun fəthi və ardından da ardıcıl fəthlər və səfərlərlə keçmişdir. Böyük hökmdar 49 yaşında həyatını itirmişdir. 6-cı sırada Əmir Teymur. Hökmdarlıq müddəti təxminən 35 il olmuşdur ki, böyük hökmdar bu müddətində 25-30 ilini imperiyasını böyütmək üçün çıxdığı müharibələrdə keçirmişdir. Əmir Teymur hökmdarlığından öncə də çox sayda müharibələrdə iştirak etmişdir ki, bu da onun ömrünün daha böyük bir qisminin müharibələrdə keçdiyini bizə göstərir. 7-ci sırada Çingiz xan. Hökmdarlıq müddəti 21 il olan hökmdar təxminən 65 yaşında vəfat etmişdir. Təxmini döyüşlərdə keçən müddət isə 30-40 ildir. Ancaq bu müddət sadəcə onun hökmdarlıq müddətini deyil, xaqan olmazdan əvvəlki qəbilə mübarizələri və digər aktiv hərbi həyatının da əksər hissəsini təşkil edir. Hökmdarlığı demək olar ki, fasiləsiz fəthlərlə keçmişdir.